Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə EBC Akademiyanın sınaq toplusunun 26-cı sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Aşağıda hansı rəqəmlə verilmiş qametlərin birləşməsindən Klinefelter sindromlu uşağın doğulma ehtimalı olar? Əvvəlcə xatırlayaq Klinefelter sindromu nədir? Klinefelter sindromunda xromosom yığımı XXY şəklində idi. Yəni kişilərdə bir ədəd X xromosomu artıq olurdu. Görək hansı qametlərin birləşməsindən olar və ən yaxşı cavablardan qayıdaq. Məsələn, A bəndində verilib ki, 1 və 4, 1 və 4. Bu iki qametin birləşməsindən baxaq. 44 plus XX alındı. Yəni burada heç bir sindrom yoxdur. Normal bir qız uşaqları dünyaya gələcək. Ona görə yəni bu A bəndi uyğun cavab deyil. Digər bəndlərə baxaq. Məsələn, B-də 2 və 3 verib. 2, 3. 2, 3 bu. Bu iki qametin birləşməsindən 45 plus XY. Burada artıqlıq var, amma cinsiyyət xromosomunda deyil artıqlıq. Buradakı artıqlıq autosom xromosomundadır. Ona görə bu cavabda uyğun bənd deyil. Baxaq digər bəndlərə də. Demək, A bəndi də, B bəndi də uyğun deyil. C-yə baxaq. C-də 3 və 4 deyil. Bu ikisinin birləşməsindən 44 plus XY alındı. Bu da normal bir xromosom yığımıdır. 46 xromosom var və oğlan övladı dünyaya gələcək. Bu da deyil. Sonra D-də 3 və 6 verib. 3, 6. Bu iki qametin birləşməsindən 44 plus XY. Aha, elə burada da Klinefelter sindromu. Burada gördüyümüz kimi cinsiyyət xromosomlarından biri artıqdır və Klinefelter sindromlu övlad dünyaya gələ bilər burada. Ona görə bu da demək uyğun cavab deyil. Aha. Sonra demək 2 ilə 5-i də yoxlayaq. 2 ilə 5-də də nə verib? Baxaq. 2 ilə 5-də demək bundan bu qamet lazımdır bizə. Bundan bu. Bunların birləşməsindən 45 plus X. X xromosomunun biri əskikdir. Yox, bir dəqiqə. 45 plus X. Aha. Autosom xromosomunun biri artıqdır. Cinsiyyət xromosomunun biri əskikdir. Yəni bu Klinefelter sindromu deyil. Yəni burada D bəndə sadəcə uyğun cavab olacaq. Verilmiş şəkil əsasının X-in yerinə yazılmalıdır. Bu iscanlar üzərində aparılan təcrübədir. Bizim dərslimizdə bu barədə verilmişdir. İscanlara demək böyümə hormonu geni yerləşdirilir onların xromosomlarına və demək onlarda sonraki nəsillərdə hansılar ki böyümə hormonu genini daşıyır onların DNT-ləri, onlarda demək böyümə müşahidə olunmuşdur. Bir neçə nəsil ərzində demək müşahidələr aparılmışdır. Görülmüşdür ki, onlar ölçücə böyük olurlar. İndi burada da bizdən soruşur ki, X-in yerinə nə yazılmalıdır? X-in yerinə yazılan X nədir? X DNT-dən alınmış bir hissədir və onu yerləşdirirlər. Demək bir hüceyrəyə, hüceyrəni də yerləşdirirlər daşıyıcı surroqat ananın demək orqanizminə. Bu da həmin X-də böyümə hormonu genidir. Bu da A bəndində verilmişdir. Sonra bazos ümüyündən əmələ gələn yeni eritrosit hüceyrəsi aortaya gələnə qədər verilənlərdən hansından keçə bilər? Bazos ümüyündən çıxırsa bu artıq qan, bu yuxarı boş vena ilə gələcək ürəyin sağ qulaqcığına. Sağ qulaqcıq demək yazırıq yuxarı boş vena, sağ qulaqcıq, sağ mədəcik, sonra ağciyər arteriyası, ağciyər kapilyarları, ağciyər venası, ağciyər venası ilə gələcək sonra ürəyin sol qulaqcığına, sol mədəciyinə və oradan da keçəcək aortaya. Aortaya gəldi, qan çatdı. İndi görək burada hansı hissələrdən keçməli. Deməli, cavablar içərisindən seçək. Deyir, bazal arteriyasından. Keçə bilər deyir. Bazal arteriyasından keçməyəcək. Xeyr. Ağciyər kapilyarlarına, bəli. Qan sağ mədəcikdən çıxıb ağciyər arteriyasından ağciyərlərə getdi. Orada ağciyərdə qazların mübadiləsi getdi və qan oksigenlə zənginləşəndən sonra ağciyər venasından yenidən ürəyə qayıtdı. Demək bu zaman ağciyər kapilyarlarında oldu. Çünki orada qazların mübadiləsi baş verdi. Aşağı boş venada olmayacaq. Ürək kapilyarlarında. Ürək kapilyarlarında aortadan sonra ola bilər. Aortadan xüsusi orada damarlar ayrılacaqdı. Tac arteriyaları onlar demək ürəyə qidalandıran damarlar idi və ürək kapilyarlarında qan ola bilərdi. Amma bizə aortaya qədər olan yer lazımdır. Ona görə ürək kapilyarlarını götürmürük. Qaraciyər kapilyarlarında xeyr, qaraciyər kapilyarlarında da yenə də bundan sonraki mərhələdə olacaq. Sadəcə burada B bəndə uyğun cavab oldu.
Nüklein turşularından olan nükleotidlərin neçə növünə DNT-nin amin turşusu kodlaşdırmayan tripletlərində rast gəlinməz. Nüklein turşularında olan nükleotidlərin 4-8 növ var. Necə 4-4? Yazaq onları. Məsələn, DNT-nin əvvəlcə nükleotidlərini yazaq. DNT nükleotidlərində adenin azot əsası, karbohidrat dezoksiriboza və fosfat turşusu qalığı. Eynən guanin, dezoksiriboza, fosfat turşusu qalığı. Sitozin, dezoksiriboza, fosfat turşusu qalığı. Timin, dezoksiriboza, fosfat turşusu qalığı. Eyni şeyi RNT üçün yazsaq. RNT üçün demək adenin, riboza, fosfat turşusu qalığı. Sonra guanin, riboza, fosfat turşusu qalığı. Hər birinin ayrı-ayrılıqda yazaq. Fosfat turşusu qalığı. İndi bizə deyir ki, 8 növ nükleotidi yazdı bura. Deyir ki, bu nükleotidlərdən neçə növü DNT-nin amin turşusu kodlaşdırmayan tripletlərində rast gəlinməz. DNT-nin amin turşusu kodlaşdırmayan tripletlərində DNT üzərində ümumiyyətlə bu dövrdə olmayacaq. Çünki bunlar demək RNT-yə məxsusdur. Bu dövrdə olmayacaq. Buradan bildik işimizi. Ona görə bu hissəni pozuram. Bu dövrdə olmayacaq. Rast gəlinməyəcək. Bu dövrünü götürəcəyik ona görə. DNT-də amin turşusu kodlaşdırmayan tripletlər hansıları idi? 3 idi. ATT, ATC, AST. Bu üçü. Fikir verək ki, burada adenin nükleotidi var, timin nükleotidi var, sitozin nükleotidi var. Amma guanin rastımıza çıxmır. Yəni guanində nükleotid, hansı ki yazaq onu da birdən ayrıca. Bir dəqiqə. Guanin azot əsası, dezoksiriboza, fosfat turşusu qalığı. Buna rast gəlmədik. Demək, neçə növünə rast gəlməmiş olduq? Bir bu, 4 də ribozadan. 5 dənə növ nükleotidə rast gəlməmiş olduq. Bu da hansı cavabda verilib? Bu da E bəndində verilib. Yəni doğru cavab burada E bəndi olacaq. Keçək, 5-ci sualda deyir ki, şəkilə əsasən X-in qiymətini tapın. Atla eşeğin uzaq hibridləşməsinin hissəsinə qatır alınır. Biz bilirik ki, qatır dölsüz olur. Nəyə görə? Baxaq. Qatırın diploid xromosom yığımı 63-dür. Bəs bu diploid xromosom yığımı necə yaranır? Atın haploidi ilə eşeğin haploidinin birləşməsindən. Atın diploid xromosom yığımı verib burada. Neçə? 2-yə bərabərdə 64. Əgər atda 2-yə 64-ə bərabərsə, o zaman eni 32-yə bərabərdir. Eşəkdə yenə neçə olacaq? Eşəyi bilmirik. Dediyim kimi, atın eni ilə eşəyin eni birləşir və yəni eni deyəcəkən burada haploid xromosom yığımı birləşir və bir ədəd diploid xromosom yığımı hüceyrə yaranır. Bu hüceyrədə demək qatırın hüceyrəsidir. Həmin hüceyrənin xromosom yığımı 63-ə bərabərdir. Atın hüceyrəsinin haploid xromosom yığımı bildiyi 32. Yazaq yerinə. Bəs bu neçədir? Bunu bilmirəm. Buradan eni tapa bilərəm. Necə taparam? 63-dən 32-ni çıxmaqla. 63-dən 32-ni çıxsam, qalacaq 63-dən 32-ni çıxanda qaldı 31. Bu 31 nədir? 31 eşeğin haploid xromosom yığımı idi. Yəni eşeğin eni belə desəm. Əgər eşeğin haploid xromosom yığımı 31-dirsə, o zaman 2-yin xromosom yığımı 62-yə bərabər olacaq. 62. 62 də hansı bənddə verilmişdir? Yəni bu 2-nin qiyməti 62 olan, bu da B bəndində verilmişdir. Yəni 5-də cavab B bəndi olacaq. Baxaq, növbəti. 4 müxtəlif insandan alınan qan nümunələrinə anti-A, anti-B serumları damladıldıqdan sonra baş verən proseslər cədvəldə göstərilmişdir. Demək, burada qara ilə işarə olunmuşlar üçün yazıb ki, çökmə var. Qırmızı ilə işarə olunmuşlar üçün yazıb ki, çökmə yoxdur. Görək nə deyir? Deyir ki, cədvələ əsasən hansı insanların nigahından bütün qan qruplarına malik insanlar doğular? Baxaq, əvvəlcə qan qruplarını müəyyən edirik. Demək, birinci şəxsin qanına demək, anti-A və anti-B damladıldıqda hər ikisində çökmə baş verib. Çünki hər ikisi qaradır. Demək, bunun anti-A-sı da var. Daha doğrusu antigen A-sı da var. Antigen B-si də var. Birinci şəxsin. Birinci şəxsin həm antigen A-sı varsa, həm antigen B-si varsa, deməli, bu birinci şəxs
AB, yəni 4-cü qan qrupuna malikdir. Davam edək. İkinci şəxs. İkinci şəxsə anti-A-nı damladıblar. Anti-A-nı damladıblar, çökmə baş verməyib. Amma anti-B-ni damladanda çökmə baş verib. Anti-B-ni damladanda çökmə baş veribsə, demək burada antigen B-si var bunun. Antigen B-si də neçənci qan qrupudur? 3-cü qan qrupudur. B0 və yaxud da ki, BB şəklində bunu yaza bilərik. Sonra davam edək. Üçüncü şəxs. Üçüncü şəxsin qanı. Üçüncü şəxsin qanına indi anti-A-nı damladıblar, çökmə baş verib. Deməli, antigen A-sı var. Antigen A-sı varsa, həm də bir şey deyim. Antigen B-nə çökmə baş verməyib. Deməli, antigen sadəcə A-ya məxsusdur, malikdir. Bu da A0 və yaxud da ki, AA. Yəni, ikinci qan qrupudur. Sonra dördüncü şəxs heç birisi çökməyib, nə anti-A, nə də anti-B ilə çökmə verməyib. Deməli, heç bir antigenə malikdir. Bu da 0-0, yəni birinci qan qrupudur. Artıq biz qan qruplarını bildik. Bunları qısaca bir yerə yazaq. Demək, birinci şəxs oldu 4-cü qan qrupu. İkinci şəxs oldu 3-cü qan qrupu. Üçüncü şəxs oldu 2-ci qan qrupu. Dördüncü şəxs də oldu 1-ci qan qrupu. Aha, 1-ci qan qrupu. Aşağı hissələri silirəm. Və bizə nə deyir? Bizə deyir ki, bu insanların hansı insanların nikahından bütün qan qruplarına malik insanlar doğular. Bütün qan qruplarına malik insanlar doğular. Burada ikinci və üçüncü qan qrupunu biz götürəcəyik. İkinci və üçüncü qan qrupun heterozigot vəziyyətdə götürsək, onların nikahından bütün qan qrupuna malik olan uşaqlar doğulacaqdır. Gəlin yazaq. İkinci şəxs üçüncü qan qrupuna malikdir. B0. İkinci şəxs isə daha doğrusu üçüncü şəxs ikinci qan qrupuna malikdir. Bu da heterozigot vəziyyətdə götürürəm A0. Çarpazlaşdırsaq bunları AB, A0, sonra B0 və 0-0. Bütün qan qrupuna malik olan uşaqlar dünyaya gəlmiş olacaq burada. Buradan bizə artıq cavab bəlli olur. Deməli, bütün qan qrupuna malik olan uşaqlar ikinci və üçüncü qan qrupundan dünyaya gəldi. Bunlar da ikinci və üçüncü şəxsdə var. Yəni, cavab burada B bəndi olacaq. B bəndi uyğun cavabdır. Davam edək. Verilmiş cədvəl əsasında X-in qiymətini müəyyən edin. Tənəffüs aktlarının sayını n qədər verib. Bir tənəffüs hərəkətində 2 akt var. Nəfəs alma, nəfəs vermə. Əgər n tənəffüs aktlarının sayısı, onda tənəffüs hərəkətləri n bölünsün 2-yə bərabərdir. Və bu zaman ərzində xaric edilən oksigen qazının miqdarı. Bir tənəffüs hərəkətində 80 ml oksigen xaric olunur. Yəni 500 ml hava xaric olunur. Onun 16%-i 80 ml oksigenden ibarətdir. İndi n bölünsün 2 tənəffüs hərəkətində nə qədər xaric olunacaq? Bir tənəffüs hərəkətinə xaric olunana vururuq bunu. Buradan da alınır nə qədər? 40 n. 40 n-də hansı cavabda verilmişdir? D bəndində verilmişdir. Sonra keçək növbəti səhifədə. Aşağıdakı nəsil ağacında hemofiliya xəstəsi olan şəxslər tünd rənglərlə verilmişdir. Demək, fenotipcə sağlam qadın və sağlam kişi evlənmişdir. Onların nəsil şəcərəsi verilmişdir. Hansı rəqəmlə verilən qadınların bu əlamətə görə homozigot olma ehtimalı vardır? Demək, biz burada qadınları nəzərdən keçirəcəyik. Baxaq. Birinci qadın və birinci kişi. Birinci qadın və birinci kişi fenotipcə sağlam görünürlər. Əgər kişi fenotipcə sağlam görünürsə, deməli sağlamdır. Çünki kişilər hemofiliya xəstəliyi X sinsi xromosomlarına keçir. Qadın bu xəstəliyə görə həm sağlam ola bilər, ümumiyyətlə tamamilə sağlam, həm daşıyıcı ola bilər, həm də xəstə ola bilər. Amma kişinin sadəcə sağlam olma ehtimalı var və xəstə olma ehtimalı var. Yəni kişi bu əlamətə görə daşıyıcı ola bilməz. Baxaq. Demək, birinci nəsil burada, yəni daha doğrusu qadınla kişi ailə qurub, bunların övladları bir qız və bir oğlan övladı dünyaya gəlib və görürük ki, burada birinci nəsildə əmələ gələn kişi xəstədir. Kişi xəstədirsə, kişinin genotipi bu şəkildədir. Kişi də X xromosomunu kimdən alır? Anasından alır. Deməli, bunun anasında, yəni birinci qadında kiçik H var.
Kiçik H var və fenotip isə də sağlam görünür. Deməli, birinci qadının genotipi nə şəklindədir? XH, kiçik H şəklindədir. Sağlam bir kişinin ailə qrup, bunun xəstə oğlu dünyaya gəlib. Artıq birinci bildik ki, birinci qadın homozigot ola bilməz. Heterozigotdur, buradan bilinir. Elə A bəndi buradan çıxdı. Sonra, keçək digər cavablara baxaq. Həmin bu xəstə oğlan bir fenotip isə sağlam görünən qadınla ailə qrup yenə. Bunların nicahından xəstə bir qız dünyaya gəlib. Aha. Xəstə qız dünyaya gəlibsə, qız xəstə genin birini atadan alıb, birini anadan alıb. Yəni, kiçik XH-ın birini atadan alıb, birini də anadan alıb. Deməli, bunun anasında, bax bu ikinci qadında da kiçik H var imiş. Fenotip sözü sağlam görünür, amma kiçik H var imiş ki, bu qızı bunun demək xəstə doğulub. Belə çıxır ki, o zaman ikinci qadında sadəcə fenotip isə sağlamdır, amma kiçik H-ı daşıyır. Kiçik H-ı daşıyırsa artıq o homozigot ola bilməz. Deməli, ikinci qadında sıradan çıxdı. Üçüncü qadına baxaq. Eynən birinci halda olduğu kimi fenotip isə sağlam görünürlər. Lakin bunların xəstə oğlu dünyaya gəlir. Deməli, yenə də buradakı qadın kiçik H-ı daşıyır. Üçüncü qadın da olmayacaq. Dördüncü qadın və beşinci qadın. Gəlin bunlara baxaq. Aha. Biz dedik ki, üçüncü qadın kiçik H daşıyır. Elə bu. Bu isə böyük H, böyük Y belə daşıyır. Bəs buradan beşinci qadın ola bilərmi ki, homozigot olsun? Ola bilər. Əgər böyük H-la, bu böyük H olsa qadında homozigot olacaq. Amma həmçinin həmin qadın eyni zamanda heterozigot da ola bilər. Niyə? Əgər böyük H-la bu kiçik H olsa qadında, o zaman heterozigot olacaq. Amma ehtimal deyil. Bəli, belə bir ehtimal var. Yəni, E bəndi uyğun cavabdır buradan görünür. Yəni, 5-ci qadın uyğun cavabdır. Bir dənə qaldı 4-cü qadın. Gəlin, onu da bir analiz edək. 4-cü qadın necə dünyaya gəlmişdir? Demək, dedik ki, burada xəstə qız doğulubsa, kişi onsuz da xəstə idi. Demək, bunun da kiçik H-ı var. Kiçik H-ı var bunun da. Çünki bu qız da dünyaya gəlib. Bu qız, demək, fenotipcə, demək, niyə? Homozigot ola bilərdi. O halda homozigot ola bilərdi ki, bu kiçik H-la bu kiçik H üst-üstə düşsün. O zaman bu xəstə olacaqdır. Xəstə olsaydı göy rəngdə göstəriləcəkdi. Yəni, və yaxud da çəhrayı rəngdə daha doğrusu göstəriləcəkdi bu. Demək, bu homozigot deyil. Heterozigotdur. Heterozigotdursa bu dördüncü necə dünyaya gəlib? Bu dördüncü böyük H-la buradakı kiçik H-ın birləşməsindən yaranıb, fenotipcə sağlamdır, göründüyü kimi, amma zigotu heterozigotdur. Ona görə, yəni bunun elə bir ehtimalı yoxdur. Sadəcə E bəndi o zaman görürük ki, ehtimaldır. Sonra homoloji orqanlardır. Homoloji orqanlar nə idi? Homoloji orqanlar o idi ki, mənşə eyni olsun. Sadəcə quruluş və formaları fərqli ola bilər. Yəni, yerinə yetirdiyi funksiyaya görə onlar müxtəlif formaya və müxtəlif quruluşa malik ola bilərlər. Baxaq, burada mənşələrə eyni olan, burada D bəndi verib. Hər ikisi məməlidir. Hər ikisi də məməlinin ön ətraflarıdır. Amma digərlərində, məsələn, tutaq ki, quşun qanadı, kəpənəyin qanadı. Bunların mənşələri müxtəlifdir. Kəpənəyin qanadı deməli dəri çıxıntısıdır. Quşun qanadı isə quşun ön ətrafıdır. Yəni funksiya eynidir bunlar. Bu analoji orqandır da. Yəni bunların funksiyası eynidir, amma mənşələri müxtəlifdir. Və burada da yenə də mənşə müxtəlifdir. Noxudun bıçığı, üzümün bıçığı. Biri yarpaq mənşəlidir, biri gövdə mənşəlidir. Mənşə müxtəlifdir, amma funksiya eynidir. Hər ikisi dırmaşma funksiyasını yerinə yetirir. Göyəmin tikanı, zirincin tikanı yenə mənşə müxtəlifdir. Sadəcə burada 9-da D bəndi deməli uyğun cavab oldu. Sonra növbəti 10-cu suala baxaq. Onda deyir ki, hüceyrədə ribosomların fəaliyyəti artan zaman aşağıdakilərdən hansı baş verir? Ribosom fəaliyyəti artıbsa, deməli, jurnal sintezi artıb. Jurnal sintezi artıbsa, suyun miqdarı artır. Bəli, daha çox su əmələ gələcəkdir. Çünki demək, sintez zamanı su ayrılır.
Sərbəst amid turşularının sayı azalacaqdır. Bəli, onlar hüceyrə zəncirlə birləşəcəkdir. ATP-nin miqdarı azalacaqdır. Bəli, çünki enerji xərclənəcəkdir. Bu zülal sintezinə enerji sərf olunur ki, bu da ATP-nin parçalanmasından, yəni makroelektrik rabitələrin qırılmasından əldə olunan enerjidir. O zaman 1, 2, 3, yəni hər iki uyğun oldu. Bu da A bəndində verilmişdir. Sonra insanın ürək boşluğuna birləşmiş içində arterial qan daşıyan damarların sayı ürək boşluğuna birləşmiş içində venoz qan daşıyan damarların sayından nə qədər çoxdur? Ürək boşluğuna bilavasitə 8 iri damar birləşir. Bunlardan arterial qan daşıyanlar görək hansılardır? Bir aortadır, 4 dənə də ağciyər vena vardır. Yəni 5 damar arterial qan daşıyır. Arterial. Sonra, bəs venoz qan daşıyanlar neçə dənədir? Venoz qan daşıyan bir dənə ağciyər kötüyüdür, bir yuxarı boş vena, bir dənə də aşağı boş vena, 3 dənə də bu damardır. Burada venoz qan daşıyır. Onda deyirsiniz nə qədər çoxdur? Nə qədər çox olmağın çıxmağını tapa bilərik. 5/3, burada da qalır 2. 2 də C bəndinə verilmişdir. Yəni 11-ci sualda cavab C bəndi olacaq. Sonra, elanda yumurtalığın yetişmə zonusunun sonunda əmələ gələn X cinsi xromosomuna yönəlici cinciklərin sayı 21-dir. Aha, 21 dənə deməli X cinsi xromosomuna malik olan yönəlici cincik var. Və Y cinsi xromosomlu qametlərin sayısı 5-dir. 5 dənə də Y var, bu da qametdir. Və deyək ki, bizə sonda əmələ gələn qametlərin neçəsi elçik ilanlarının əmələ gəlməsinə iştirak edər. Baxaq burada. Demək, başlanğıc hüceyrə sayını birinci tapaq. Başlanğıc hüceyrə sayını 21x-dən 5y çıxmağından tapa bilərəm. Başlanğıc hüceyrə sayı edəcək demək 21/5. Bu da bərabərdir 16-ya. 16 dənə hüceyrə yetişmə zonasına daxil olur. Biz bilirik ki, yetişmə zonasına neçə hüceyrə daxil olursa, sonda o qədər də qamet əmələ gəlir. Və həmin qamet sayından da 3 dəfə çox sayda yönəlici cincik əmələ gəlir. Əgər 16 dənə hüceyrə daxil olubsa, deməli elə 16 demək qamet əmələ gələcək. 16 qamet əmələ gələcək. Həmin qametlərdən 5-i Y-dirsə, əgər 16 qametdən 5-i Y-dirsə, 11-i X olacaq. Aha. Deyək ki, sonda əmələ gələn qametlərin neçəsi elçik ilanların əmələ gəlməsinə iştirak edir. Elçik ilanların əmələ gəlməsinə 5y iştirak etməyəcək. Çünki elçik ilanlarda Y cinsiyyət xromosomları olmur. Onlarda sadəcə hər iki cinsiyyət xromosomu X-dir. Ona görə də 11X-i götürəcək. Bu da A bəndində edəcək. Sonra 13-cü suala baxaq. Diploid xromosom dəsti 16 olan bitkinin tozcuğu. Aha. Tozcuq elçik bitkidir. Bu deməli tozcuğa malikdir. Bunun demək 16 olan bitkinin tozcuğu. Diploid xromosom yığımı 16-dır. Deməli, bunun haploid xromosom yığımı 8 olacaq. Və deyək ki, diploid xromosom dəsti 26 olan bitkinin dişiciyini tozlandırmış. Deməli, dişidə diploid xromosom yığımı 26-dır. Belə çıxır ki, haploid xromosom yığımı da 13 olacaq. O zaman deyək ki, bir toxumun əmələ gəlməsi zamanı maylanmadan bilavasitə əvvəl rişem hissəsində olan haploid hüceyrələrin xromosom saylarının cəmi neçə edər? Spermlər rişem hissəsinə daxil olmuşdur. Bir toxumun əmələ gəlməsi bir rişem hissəsində gedir. Bir rişem hissəsində də demək, anaya məxsus olan xromosom yığımları 8N-dir. 8N, 8-i vurmalıyıq burada N-in qiymətinə, yəni 13-ə. 8-i 13-ə vuranda bu qiymət edir. Demək, bir dəqiqə, yox, 8N yox, haploid deyirik, sadəcə haploid. Ona görə mərkəzi hüceyrəni götürməyəcəyik. Sadəcə kütüklərdə olan haploid xromosom yığımı hüceyrələri götürəcəyik. Bunların da qiyməti 6N-dir. Yəni diploidi götürmürük də, çünki bizdən haploidi soruşur. 6N, 6-nı 13-ə vuranda bu edir 78. Bu 78 edir və 2 ədəd də spermi daxil olub. Spermlərin hər birinin xromosom yığımı haploiddir və 8-ə bərabərdir. İndi 2 dənə spermi daxil olubsa, 2 8-in 16-da bu edəcək. Demək, 2 dənə spermi olacaq. Bunların xromosom yığımı 16-dır. 6 dənə də haploid xromosom yığımı hüceyrələr var rişem hissəsində. Hər qütbdə 3, bu da 6N. N-in qiyməti demək 13 olduğuna görə 6-nı vururuq 13-ə. Bu da edir 78. Sonda ikisini toplayırıq. Çünki cəmini soruşur. 78-in üzərində 16-nı gələndə bu da edir 94. 94 də demək A bəndində verilmişdir. Sonra Miçurin Belfler Çitayka alma sortunu alan zaman istifadə etmişdir. Demək, Belfler Çitayka sortunu alan zaman elə sortlardan istifadə etmişdir. Yəni orada götürülən ana bitkidə, hər iki bitkidən sortları idir. Biri Belfler sortu, digərisi Çitayka sortuydu. Ona görə burada sadəcə sortlar cavabı uyğundur, yəni 1 uyğundur. Bu da D bəndində verilmişdir. D bəndi demək uyğun cavab olacaq burada. Sonra baxaq növbəti.
100 fərd olan pələng populyasiyasında erkək və dişi fərdlərin sayı bir-birinə bərabərdir. Demək ki, 100 dənə fərd var. Bunun 50'si erkəkdir, 50'si də dişidir. 50 dənə də dişi var burada. Demək, bu erkəklərin 10'u X xromosomu ilə ilişkili olan resessiv bir xəstəliyə malikdir. Bu populyasiyada olan xəstə fərdlərin cəmini tapın. Aha. Bildik ki, 50 erkək və 50 dişi fərd var. Və xəstəlik də X xromosomu ilə ilişikli resessiv bir xəstəlikdir. Tutaq ki, xəstəliyin genini bir M-lə, kiçik M-lə işarələyək. Demək ki, erkəklər bu xəstəliyə görə iki vəziyyətdə ola bilər, ya xəstə, ya sağlam. Qadınlar isə bu xəstəliyə görə, yəni daha doğrusu dişi pələnglər isə bu xəstəliyə görə XM, yəni xəstə, X böyük M, X kiçik M daşıyıcı. Bir də ki, hər iki halda böyük M ola bilər ki, burada da ümumiyyətlə sağlam olacaqlar. Bunu bildik. İndi baxaq. Məsələdə deyir ki, 50 dənə erkək var. Bunlardan 10'u X xromosomu ilə ilişkili olan resessiv bir xəstəliyə tutulmuşdur. 10 neçədə? 10, 50 fərd içərisində 5'dən 1 deməkdir. 5'dən 1 və ya başqa sözlə 0,2. Heisenberg qanununa görə biz bunu bu şəkildə yaza bilərik erkəklər üçün. Erkəklər üçün bunu yazaraq böyük M üstə gəl kiçik M bərabərdir 1'ə. Buradan görünür ki, kiçik M-in qiyməti 0,2'dir. O zaman böyük M olacaq 0,8. Aha. İndi biz buradan 0,8'in qiymətini tapdıq. Bizdən nə soruşur? Bu populyasiyada olan xəstə fərdlərin cəmini tapın. Biz bildik ki, erkəklərdən 10'u xəstədir. Görək indi dişilər içərisində neçəsi xəstə olacaq. Dişilər üçün qanunu bu şəkildə yaza bilərik. M-in kvadratı 2 böyük M, kiçik M üzərinə gəl kiçik M-in kvadratı. Aha. Demək, buradan görünür ki, 0,8 idi böyük M-in qiyməti, kvadratı eləyəcək 0,64. Bir nisbət qoyaq da, bura bir X olsun. Bura yazaq 2 plus böyük M, kiçik M, vuranda 0,16, bu da 0,32 X. Bunu da M-in kvadratı kimi götürürəm. M-in kvadratı 0,4 X. X-i qoymaya da bilərəm. İndi heç X qoymayayım. X-ı hesablayayım. Sadəcə bu hamısının birlikdə cəmidir. Və bunun 0,4'ü görülür ki, xəstədir. 50 nəfər içərisində 0,4 nəfər neçə nəfəri olur? Yəni 0,4 hissə daha doğrusu neçə nəfər olur? 50 nəfərdən 0,4 hissəsi. Bu olur. Demək 2 nəfər. Deməli, dişi fərdlər içərisində də populyasiyada 2 dişi fərd xəstədir. Erkəklərdən isə 10 xəstə idi. 10 dənə erkək xəstə idi. O zaman, əgər 2 dənə də dişi xəstədirsə, toplamda neçə fərd xəstə olar? 12 fərd xəstə olar. 12 fərd bu da B bəndində verilmişdir. Sonra 16-cı suala baxaq. Verilən proseslərin hansı oksidaza fermentinin iştirakı ilə baş verir? Bu oksidaza fermenti bizdə harda rast gəlmişdir? Oksigenli tənəffüsdə biz deyildik ki, hidrogendən ayrılmış elektronlar deməli, oksidaza fermentinin iştirakı ilə oksigenlə birləşirdi. Elə burada görünür ki, oksidaza fermentinin iştirakı ilə birləşmə bu A bəndində verilmişdir. Yəni A bəndi 16-cı testdə uyğun cavabdır. Sonra növbəti baxaq. Şəkildə Lamarckın gradasiya prinsipinin neçənci pilləsinə aid olan canlılar yer almayıb. Gradasiya prinsipinin demək burada 6 pilləsi göstərilmişdir. 14 sinfi 6 pillə üzrə yerləşdirmişdir. Birinci pillədə demək hansı canlılar idi? Baxaq. Birinci pillədə infuzorlar və poliplər idi. İnfuzorlar, poliplərdən burada infuzorun nümayəndəsi var. Demək birinci pillədən var nümayəndə. İkinci pillədən şualılar və qurdlar idi. Şualılar və qurdlar. Aha.
Bu da elə şüaların, nə də qurdların nümayəndəsini görmürük. Deməli, ikinci pillə yoxdur. 3-ə də baxaq. 3-də hörümçəklər və həşəratlar idi. Hörümçəklərin də nümayəndəsi var, həşəratların da nümayəndəsi var. 3-dən də bir nümayəndə var. 4-dən baxaq. 4-dən hansı canlılar idi? Deməli, xərçənglərin nümayəndəsi var burada. Sonra bığayaqlılar, həlqəvilər və mollusklar. Molluskların da nümayəndəsi var burada. Yəni 4-cü pillədə də nümayəndə var ümumilikdə. 5-ci pillədə sürünənlər və balıqlar idi. Balıqların nümayəndəsi var, sürünənlərin nümayəndəsi var. 6-cı pillədə də quşlar və məməlilər idi. Hər birinin nümayəndəsi var. Və burada ümumiyyətlə 2-ci pillədən heç bir nümayəndə olmadı. Nə şüaların, nə də qurdların nümayəndəsi olmadı. Yəni B bəndi uyğun cavab olacaq. Cədvələ əsasən A, B və C-nin qiymətini müvafiq olaraq yazın. Linneyin elmə gətirdiyi yalnız heyvanlara aid olan əsas sistematik vahidlərin sayı. Ümumiyyətlə, Linne hansı kateqoriyaları elmə gətirmişdi? Növ, cins, dəstə, sinif. Demək, 4 dənə kateqoriya gətirmişdi elmə. Yalnız heyvanlara aid olan əsas sistematik vahidlərin sayı. Yalnız heyvanlara aid olan burada dəstədir, bir dənədir dəstə. Sonra yalnız bitkilərə aid olan əsas sistematik kateqoriyaların sayı. Burada bitkilərə aid olan, ancaq bitkiyə aid olan bir sistematik kateqoriya yoxdur. Ona görə onu 0 götürürəm. Həm bitki, həm də heyvanlara aid olan sistematik vahidlər isə növ, cins və sinifdir. Bu da 3 dənədir. O zaman gəlin indi aşağıda cavabları uyğunlaşdıraq. Demək, bir dənə, demək, A-nın qiyməti 1-ə bərabər oldu. B 0, C-də 3. Bu da elə A bəndində verilmişdir. Yəni, A bəndi burada uyğun cavabdır. 19-cu suala baxaq. 2 diheterozigot ada dovşanlarının çarpazlaşması zamanı alınan nəsildə yalnız bir əlamətə görə heterozigot olan fərdlərin yaşama qabiliyyəti olarsa, bu nəsildə fenotip nisbəti necə olar? Epistaz təsir mövcuddur. Aha, demək, 2 dənə diheterozigot ada dovşanları çarpazlaşdırılmışdır. Alınan nəsildə yalnız bir əlamətə görə heterozigot olan fərdlər, məsələn, bu şəkildə olsun və yaxud belə olsun. Məsələn, bir əlamətə görə heterozigotlu olsun və s. Yəni, belə yazmaq olar. Nəsildə olarsa, bu nəsildə fenotip nisbəti necə olar? Aha, baxaq. Burada fenotip nisbəti ümumiyyətlə başlanğıcda necə olurdu? Fenotip nisbəti olurdu 9-un 3-ə, 3-ün də 4-ə nisbəti kimi. Yəni 9 boz olurdu. 3 qara olurdu, 4 dənə də ağ olurdu. İndi demək deyir ki, yalnız bir əlamətə görə heterozigot olan fərdlər yaşayır. İndi burada cədvəl yoxdur. Mən cədvəli gözümüzün qarşısına gətirsək və yaxud da qarşımızda bir kitab varsa açıb baxsaq görərik ki, diaqonallardan biri, o çarpazlaşma zamanı bir cədvəl verilmişdi bizə və diaqonallardan biri hər iki əlamətə görə diheterozigot olan fərdlər idi. Yəni valideynləri kimi. Diaqonallardan biri hər iki əlamətə görə diheterozigot olan fərdlərdən ibarət idi. Bu fərdlərin də fenotipi necədir? Bu fərdlərin fenotipi böyük C ilə böyük A bir yerdə olduğuna görə bunlar bozdurlar. Və bu demək, fərdlər məhv olurlar. Çünki diheterozigotdur. Demək, 4 dənə buradan elə bilirik ki, diaqonalda 4 dənə demək, fərd yerləşdirilirdi, 4 kombinasiya yerləşdirilirdi və həmin fərdlər də yaşama qabiliyyətini itirəcəkdir. Elə buradan həmin 4-ü çıxıram. O zaman nisbət necə qalır? Nisbət qalır. Qalır 5, 3, 4 kimi. Aha. Amma bununla iş bitmir. İndi digər diaqonalı xatırlayaq. Digər diaqonal necə idi? Digər diaqonalda da yazaq. Hər iki əlamətə görə homozigot olan fərdlər var idi bu şəkildə. Aha. Buradan görürük ki, diaqonal içərisində böyük C və böyük A var. Böyük C və böyük A varsa, boz rəngli fərdlərdən artıq bu fərd olmayacaq. Çünki bu hər iki əlamətə görə homozigotdur. Bu yaşaya bilməz. Bunu çıxırıq. Sonra burada verib qara rəng. Qara rəng bu da məhv olacaq. Çünki hər iki əlamətə görə homozigotdur. Bizə deyir ki, bir əlamətə görə heterozigot olan fərdlər yaşayırlar. Demək, buradan qaradan da biri məhv oldu. Və sonda gəlib baxırıq. Demək, görürük ki, bu ikisi qalır
homozigot. Burada da kiçik C olduğuna görə ağ rəngdə olacaq. Belə çıxır ki, ağ rəngli fərdlərdən ikisi məhv olur. O zaman bizim əlimizdə neçə qalır? Bizim əlimizdə qalan, yerdə qalan olur 4, 2, 2. Aha, 4, 2, 2 nisbətdə fərdlər qalırlar. Amma cavablarda görürük ki, 4, 2, 2 yoxdur. Amma bu 4, 2, 2 rəqəmi biz ixtisar aparsaq, alırıq neçə? Alırıq 2, 1, 1. 2, 1, 1. Bu da A bəndində verilmişdir. Yəni, A bəndi uyğun cavab olacaq. Cədvələ əsasən insanın X sümüyü haqqında verilən mülahizələrdən hansının doğru olduğunu müəyyən edin. X sümüyü aid olduğu skelet şöbəsi gövdə skeletidir. Gəlin xatırlayaq ki, gövdə skeletində hansı sümüklər var idi? Gövdə skeletində olan sümüklər bir onurğa sütunu idi, bir də döş qəfəsi idi. Onurğa sütunu və döş qəfəsi. Yəni, bu sümüklərin içərisində biz sümüyü axtarmalıyıq. Döş qəfəsinin özündə də olan sümüklər hansılar idi? Döş fəqərələri, qabırğalar və döş sümüyü. Deyir ki, bu sümük cüt sümüklərlə birləşmə əmələ gətirir. Yəni, bəli yazıb bura, cüt sümüklərlə birləşmə əmələ gətirir. Amma tək sümüklə birləşmə əmələ gətirmir. Yəni, orada xeyir yazıb. Aha. Demək, biz burada elə sümük götürməliyik ki, bu cüt sümüklərlə birləşmə əmələ gətirsin. Gövdə skeletinin cüt sümükləri hansı sümüklər idi? Qabırğalar idi. A, deməli, qabırğa ilə birləşmə əmələ gətirməlidir. Qabırğa ilə birləşməni hansı sümüklər əmələ gətirirdi? Bir döş sümüyü əmələ gətirirdi, bir də fəqərələr əmələ gətirirdi. Artıq, yəni, ümumiləşdirdik ki, yəni, bu X sümüyü ya demək, döş fəqərəsi ola bilər, ya da döş sümüyü ola bilər. Çünki cüt sümüklərlə, qabırğalarla birləşmə əmələ gətirir. A, davam edək indi buradan. Buradan deyir ki, tək sümüklə birləşmə əmələ gətirmir. Ya bu ikisinin də hissəsini seçim eləyək. Buradan ikisinin də hissəsini seçim eləyəndə bizə aydın olur ki, bu sümük döş sümüyüdür. Niyə döş fəqərəsi deyil? Çünki döş fəqərələri tək sümüklə birləşmə əmələ gətirməyə bilməz. Çünki bütün fəqərələr tək sümüklərdir. Hər bir fəqərə də özündən əvvəlki, özündən sonraki fəqərə ilə birləşir. O zaman belə çıxır ki, hər bir fəqərə tək sümüklə birləşir də. Ona görə də bu fəqərəyə uyğun deyil. X yəni fəqərə deyil. X elə döş sümüyüdür. X döş sümüyüdürsə, gəl görək bunun haqqında hansı uyğun cavab olacaq. Doğru ifadəni tapaq. Yastı sümüklər aiddir. Bəli, yastı sümükdür. Doğrudur. Döş sümüyü yastı sümükdür. Sarı sümüklü ilə malikdir. Xeyr. Tək sümüklər aiddir. Bəli, tək sümükdür. Fəqərə ilə bilavasitə birləşmə əmələ gətirir. Xeyr, bilavasitə birləşmə əmələ gətirmir. Fəqərəyə qabırğa birləşir. Qabırğa da gəlir, sonra döş sümüyünə birləşir. Bu yanlışdır. Səhvən bura plus qoydum. Aha. Sonra demək, qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Bəli, körpücük sümüklər yuxarı ətrafın qurşaq hissəsinə aiddir və gəlir döş sümüyünə birləşir. Ona görə bu doğrudur. Altıda deyir ki, sağ sümük iliyinə malik sümüklər birləşmə əmələ gətirir. Xeyr, birləşmə əmələ gətirmir. Bu da yanlışdır. O zaman deməli hansı düz oldu? 1 düz oldu, 3 düz oldu, 5 düz oldu. 1, 3, 5 bu da A bəndində verilmişdir. Yəni, cavab burada A bəndi olacaq. Keçək 21-ci suala. Aşağıda sintezində monosaxaridlərdən istifadə edilən bəzi üzvü maddələr verilmişdir. Burada X maddəsi, L maddəsi və M maddəsi var. Şəkildə verilən maddələrlə əlaqəli hansı fikir yanlışdır? K ilə işarələnən maddələrin tərkibinə riboza daxildir. K ilə işarələnən maddələr bir RNT-dir, bir də ATP-dir. ATP-də də bəli, karbohidrat ribozadır. Və həmçində RNT-də karbohidrat ribozadır. Ona görə də bu hər ikisinə, yəni uyğun gəlir, düzdür. Sonra L ilə işarələnən maddələrin tərkibinə pentoz olur. L ilə nə işarələnib? DNT işarələnib, bəli, pentoza. Karbohidratı dezoksiribozadır. RNT işarələnib, karbohidratı ribozadır. ATP işarələnib, bəli, onun da karbohidratı ribozadır. Həm dezoksiriboza, həm riboza 5 karbonludur, yəni pentozadır. Uyğun gəlir bu da. Aha. Sonra M ilə işarələnən maddələr hüceyrə divarının tərkibinə daxildir. M ilə işarələnən maddə bir sellulozadır, bir də nişastadır. Nişasta hüceyrə divarının tərkibinə daxil olan karbohidratdır. Hüceyrə divarının tərkibinə bir selluloza daxil olurdu, bir də xitin daxil olurdu. Ona görə də burada yəni uyğun cavab deyil nişastaya görə. Bu elə yanlış budur. Amma davam eləyək.
Sonra deyir ki, el ilə işarələnən maddələr zülal sintezində iştirak edirlər. Zülal sintezində bəli, DNT də iştirak edir, RNT də iştirak edir. Həmçinin burada ATP də, yəni enerji mənbəyi rolunu oynayır. Doğrudur, iştirak edirlər. Bu da uyğun oldu. Sonra E-yə baxaq. M ilə işarələnən maddələrin tərkibində olan monosakkaridlər 6 karbonludur. Bəli, 6 karbonlu demək monosakkaridlərdir, glikozadır. Ona görə də bu da uyğun cavab oldu. Sadəcə elə C bəndi uyğun gəlmirdi. Bəli, bu qədər. Burada. Aha. Aşağıdakı sxemə əsasən verilən fikirlərdən hansı doğrudur? Bunlar tərəqqiyə aparan yollardır. Tərəqqiyə aparan yollar 3 yerə bölünür. Aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiyalar. X ümumi yüksəlişi aparır. Ona görə də X aramorfozdur. Quruluşun yüksəlişi aparır. Deməli, Z ümumi degenerasiyadır. Quruluşun sadələşməsini təmin edir. Demək, degenerasiyadır. Y isə uyğunlaşmaya xidmət edir. Yəni, idioadaptasiyadır bu da. İndi bizə deyir ki, bu ifadələr içərisində hansı doğrudur? Aşağıda ifadələr verilir. Birinci, meyvə və toxumlarda qanacıqların və uçağanların yaranması Z-də misal ola bilər. Z nə idi? Ümumi degenerasiyada. Meyvə və toxumlarda qanacıqların, uçağanların yaranması bu toxumların yayılmasını təmin edir. Və bu uyğunlaşmadır. Uyğunlaşmadsa bu idioadaptasiyadır. Demək, bu yanlış fikirdir. Yanlış fikirdir, götürmürük bunu. Hər üç yol Heckel və Müller tərəfindən göstərilmişdir. Xeyr, yolları göstərən Schmalhausen və Sevelçel olmuşdur. Ona görə bu ifadə də yanlışdır. 3-də deyir ki, X-ə misal olaraq 2 qat maylamanı göstərmək olar. 2 qat maylama, bəli, aramorfozdur, doğrudur bu. 4-də deyir ki, Z bioloji tərəqqi hesab olur. Hər üçü bioloji tərəqqi aparan yollardır. 5-də deyir ki, təkamüldə baş vermə nisbəti X, Y və Z ardıcılığı ilə belə azalır deyək. Yəni, Y daha çoxdur X-dən, o daha çoxdur Z-dən. İçərilərində ən rast gəlinən degenerasiya, ən çox rast gəlinən isə idioadaptasiyadır. Ona görə bu da doğrudur. Y-də deyir ki, növ əmələ gəlmənin tezləşməsini səbəb olur. Bəli, idioadaptasiya nəticəsində kiçik sistematik kateqoriyalar, o cümlədən də növ əmələ gəlir. Yəni, bu da doğrudur. 1 ilə 2-dən başqa hamısı doğru oldu. Yəni, 3, 4, 5, 6. Yəni, buradan da görünür ki, burada A bəndi uyğun cavabdır. Sonra, 23-cü sualda aşağıdakı sxemdə meyoz bölünmənin mərhələləri bəzi xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Bəzi xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Baxaq görək burada nə deyir bizə? Deyir ki, verilən qruplaşmalara görə aşağıdakı ifadələrdən hansı doğrudur? K ilə qruplaşdırılan mərhələdə xromosomlar 2 xromatidli olur. Profaza 1-də və metafaza 1-də. Demək, meyoz bölünmədə, profaza 1-də və metafaza 1-də, bəli, xromosomlar 2 xromatidli olacaq. Ona görə bu ifadə doğrudur. Yəni, 2 xromatidli xromosomlar olur. Birinci metafazada da, birinci profazada da. Bu ifadə doğrudur. 2-də deyir ki, E ilə qruplaşdırılan, bir dəqiqə bu E-dir də. Yox, L imiş. L ilə qruplaşdırılan mərhələlərdə 2 xromatidli xromosomlar ekvator boyunca düzülürlər. El ilə işarə olunan metafazadır, 1-dir və metafaza 2-dir. Hər ikisində həm metafazada metaxromosomlar ekvator boyunca düzülürlər. Bəli, hər ikisində 2 xromatidli xromosomlar düzülür. Doğrudur. 3-də deyir ki, M ilə qruplaşdırılan mərhələnin sonunda xromosomlar stoplazmada sərbəst olur. Profaza 1-də də, profazada 2-də də bəli, nüvə pərdəsi həll olur və xromosomlar sərbəst halda stoplazmada yerləşirlər. Yəni, bu üçüncü də doğrudur. 4-cüyə baxaq. N ilə qruplaşdırılan mərhələlərdə xromosomların sayı xromatid saylarına bərabər olur. N ilə qruplaşdırılan mərhələ hansı mərhələdir? Profaza 2 və metafaza 2. Demək deyir ki, xromosom sayları xromatid sayına bərabər olur. Xeyr, metafaza 2-də də, profaza 2-də də xromosom sayı eyni olur hüceyrədə. Amma xromosomlar 2 xromatidli olurlar. Ona görə də sayları bir-birinə bərabərdir. Bu yanlışdır. Belə çıxır ki, 4-cü yanlışdır və 1, 2, 3 doğrudur. Bu da C bəndində verilmişdir. 23-cü sualda yenə cavab C bəndi olacaq. Baxaq növbəti 24-cü suala. Hansı bənddə müxtəliflik və mənşə mərkəzlərinə görə uyğunluq pozulmuşdur? Birinci verib alma və çay. Alma və çay bu Şərqi Asiya mərkəzidir. Burada heç bir uyğunluq pozulmayıb. Limon deyir Cənubi Asiya tropik mərkəzi. Ananas, kartof hər ikisi Cənubi Amerika mərkəzidir.
Kakao yer fındığı. Bəli, burada fərq var. Kakao Mərkəzi Amerika mərkəzidir, yer fındığı isə Cənubi Amerika mərkəzidir. Evdə də tüm balqabaq verib hər ikisi Mərkəzi Amerika mərkəzidir. Yəni burada da pozulmayıb uyğunluq. 25-ci suala baxaq. Şəkildə verilən əkizlər haqqında hansı fikir və fikirlər yanlışdır? Burada görürük ki, əkizlərin, demək, bir dəqiqə üzr istəyirəm. Onlar getdi. Əkizlərin 2 dənə cifti var. Ayrı-ayrı 2 dənə cifti var. Hansı fikir yanlışdır? Ayrı-cinsli ola bilərlər. Bəli, bunlar belə çıxır ki, müxtəlif yumurta əkizlərdir. Müxtəlif yumurta əkizləri də ayrı-cinsli də ola bilərlər, eyni-cinsli də ola bilərlər. Yəni şərt deyil bunların ayrı-cinsli və yaxud da ki, eyni-cinsli olması. Hər iki halda oxşarlıq bacı-qardaş səviyyəsində olacaq. Ola bilərlər dediyinə görə bu doğrudur. Demək, bizdən yanlışı soruşur. Bu isə doğrudur. 2-də deyir ki, mütləq eyni-cinsli olacaqlar. Xeyr, mütləq deyə bilmərik. Deməli, 2-ni götürəcəyik biz. Çünki mütləq sözü işlənir burada. 3-də deyir ki, əmələ gəlmələrində 2 ədəd kamçılı qamet iştirak edir. Burada 2 dənə müxtəlif yumurta əkizi var. Hərəsi də ayrı-ayrı ziqotdan inkişaf edəcək. Hər ziqotda bir spermatozoidin və bir yumurta hüceyrənin birləşməsindən yaranır. Burada indi 2 ziqotdan inkişaf edib, çünki 2 dənə ayrı-ayrı burada uşaq var, deyən döl var. Bu ziqotların da hərəsinin yaranmasına bir kamçılı qamet, bəli, 2 ədəd kamçılı qamet iştirak edəcək. Bu doğrudur. 4-də deyir ki, əmələ gəlmələrində cəmi 2 qamet iştirak etmişdir. Xeyr, bu yanlışdır. Deməli, 2 kamçılı qamet, 2 dənə yumurta hüceyrə, 4 dənə qamet iştirak edəcək. Bunu götürəcəyik o zaman. Bir cift daxilindədirlər, xeyr, ayrı-ayrı cift daxilindədirlər. Bizdən yanlış olan soruşuldu. Yəni burada 2 ilə 4 yanlışdır. Bu da verilmişdir, demək, E bəndində. Yox, yox, 5-də yanlışdır axı. Hə, 5 də yanlışdır. 2, 4, 5 yanlışdır. C bəndi. Uyğunca. Bir növ sadəcə düz oldu. 2, 4, 5 yanlış oldu. Bizdən də yanlışı soruşur. Bəli, 2, 4, 5 C bəndində verilmişdir. Keçək 26-cı suala. Aramorfozlara aiddir. Aramorfozlar iri təkamül dəyişikliklərdir. Aramorfozlar nəticəsində yeni bir bitki şöbəsi və yaxud da yeni bir heyvan sinfi yaranır. Böyük təkamül dəyişikliklərdir. Mimikriyanın meydana çıxması. Mimikriya uyğunlaşmanı təmin edir. Mühit şəraitinə uyğunlaşmanı. Yəni bu adaptasiyadır. Uyğun deyil. B-də deyir ki, solipsizm sisteminin yox olması. Bu ümumi degenerasiyadır. Bədəni sadələşdirir, amma ümumi yüksəliş aparır. Yəni bu daha doğrusu bədəni sadələşdirir, amma tərəqqi aparır. Bu uyğun deyil. C-də deyir ki, skatın yastı forması. Skatın yastı forması da uyğunlaşmanı təmin edir. Yəni adaptasiyadır. D-də deyir ki, qızıl sarmaşıqda yarpaqların yox olması. Bu ümumi degenerasiyadır. Bu da deyil. E-də deyir ki, öltür toxumlarda yumurtalığın meydana çıxması. Bəli, burada artıq yeni bir bitki şöbəsi yarandı. Öltür toxumlar meyvənin yaranmasına, yumurtalığın yaranmasına. Ona görə burada E bəndi uyğun cavabdır. 27-də deyir ki, cədvələ əsasın X-i tapın. İnsanın müəyyən ərzində nəfəs aldığı havadakı oksigenin miqdarı 5040 ml-dir. Ağciyər kapillarına keçən oksigenin miqdarı isə X ml-dir. X-i tapın. Aha. Bir tənəffüs hərəkətində, yəni biz normal halda nəfəs alıb verərkən, dərindən nəfəs alıb vermədiyimiz halda 500 ml hava oduruq. Onun da 21%, yəni 21% də 105 kub santimetrdə oksigendir. İndi nəfəs verdiyimiz havada isə oksigenin faizi 16%-dir. Yəni bunun da tabanı 80 ml olur. Fərq nə qədərdir? Fərq 80 ml-dir. Yəni udduğumuz havada 105, xaric olan havada isə 80. Buradan da 25 fərq edir. Bu 25 fərq ağciyər kapillarlarına keçəndir. Yəni 105 udanda bunun 25-i ağciyər kapillarlarına keçir. İndi nəfəs aldığımız havada oksigenin miqdarı 5040-dır. Bəs 5040 içərisinə nə qədər keçəcək? X qədər. Bunu tənasib qrupu hesablayamağa çalışacağım. Görüm, indi bu böyük rəqəmlərdir. İxtisar aparım. Yazım sonra ixtisar aparım. 25 olsun 5040. Buradan da ixtisar gedəndə burada 5 qalır. Burada qalır 21. Yox, bunu ən yaxşısı mən kalkulyatorda hesablayayım. Çünki burada vaxtım çox gedəcək. Buradan deməli çıxdı ki, üzrlə sayımız gedir. 25 vurulsun 5040, bir daha bunu hesablayayım, bölünsün 105-ə. 1200.
1200 kub santimetr. 1200 kub santimetr bu da A bəndində verilmişdir. Yəni bu nə idi 1200 kub santimetr? 1200 kub santimetr 5040 kub santimetr və yaxud da 5040 millilitr hava ağciyərlərə gedərkən onun 1200 ağciyər kapillyarlarına daxil olur. Demək yerdə qalan nə qədər qalır burada? 3840. 3840 millilitr isə nəfəs verdiyimiz hava ilə xaric olur. Burada da A bəndi demək uyğun cavab oldu. Aha, keçək indi. İnsanda verilənlərdən hansının işi somatik sinir sistemi ilə tənzim olunur? Burada baxaq. Somatik sinir sistemi ilə tənzim olunursa, deməli bizim iradəmizə tabidir. Qan damarının daraldığı əzələləri xeyr, ürək əzələləri xeyr, qarın əzələləri bəli ola bilər. Qarın əzələlərinin yığılıb açılması insan iradəsinə tabidir. Bağırsaq əzələləri xeyr, dərinin dermaqatına yerləşən əzələlər xeyr, onlar da say əzələlərdir. Yəni endozoral əzələlərin biz işini somatik sinir sistemi ilə tənzim olduğunu deyirik, say əzələlər isə tabi deyil. 29-da atın filogenetik sırasında oxla göstərilmiş istiqamət üzrə verilənlərdən hansılar yanlışdır? Ətrafların sayının azalması. Ətrafların sayı azalmayıb, barmaqların sayı azalıb. Ətrafların sayında bir azalma yoxdur. Ona görə burada ilə A bəndi yanlış cavabdır. Digərlərinə baxıb, bir kişilik dişlər meydana çıxması, bəli, meydana çıxıb, boy uzanıb, qaçış sürəti artıb, qrifes sümüklərinin əmələ gəlməsi baş verib, bəli, ikinci, dördüncü barmaqlar əmələ gəlib, qrifes sümükləri. Burada deməli, yanlış deyil bu da, ona görə sadəcə A bəndi yanlış oldu. 10-cu suala baxaq, acı bağırsaq. Acı bağırsaq, demək, 12 barmaq və qalça bağırsaq arasında yerləşir. Yəni, burada ilə sadə bir sualdır, A bəndi burada uyğun cavabdır, digərləri uyğun cavablar deyil. Yəqin ki, uyğun olmaz. Yəni, orada fərqli bağırsaqlardır. ATP-nin quruluşunda hansına rast gəlinməz? ATP-nin quruluşunda, bəli, elə ilk baxışdan görünür ki, dezoksiriboza verilib. Burada dezoksiribozaya rast gəlinməz. Adenin azot əsasıdır. Yəni, monosakarit var orada. Çıxırıq monosakaridim. Yox, üzr istəyirəm. Adenin azot əsası dedim, monosakarit dedim. Üzr istəyirəm. Adenin azot əsasıdır. Adenin azot əsasına rast gəlinər. Karbohidrat ribozadır. Ona görə dezoksiriboza deyil, onu götürmürük. Riboz özü 5 karbonludur və monosakaridlərə aiddir və fosfat turşusu qalığıdır. 3 ədəd fosfat turşusu qalığıdır var. Fosfat turşusu qalıqları arasında makrilik rabitələr də var. Sadəcə B bəndinə, yəni rast gəlinməyəcək. Demək, 32-ci sualdan davam edirik. 32-ci sual burada rahat düşməyib. Ona görə mən bunu oxuyacağam. Genotipi göstərilmiş orqanizm hansı növ qaməti yalnız krossingover baş verən zaman əmələ gətirir? Burada görürük ki, müxtəlif genlər var. Genlər də xromosomlarda iki cür paylanıb. Bəzi genlər sərbəst şəkildə paylanıb. Bəziləri isə görürük ki, ilişikli şəkildə yerləşiblər. Məsələn, böyük A, böyük E, böyük A, böyük B və böyük C. Həmçinin kiçik A, böyük B və kiçik C. Bunlar ilişikli surətdə bir xromosom üzərində yerləşiblər. Və krossingover baş verən zaman hansı qametlər əmələ gəlir? Krossingover burada hansı, demək, genlər arasında olar ki, böyük A-nın kiçik C, bir də kiçik C ilə böyük A. Yəni, bunlarda krossingover haqqında danışmırıq, çünki ayrı-ayrı xromosomlar üzərində yerləşirlər. Böyük B haqqında da danışmırıq, çünki hər ikisi böyük B-dir. Yəni, krossingover olsa da, olmasa da, yəni orada B-yə görə bir şey dəyişməyəcək. Yəni, hər ikisi kiçik B olsa da bir şey dəyişməyəcək ki, o zaman dəyişiklik olar ki, krossingover haqqında danışarıq ki, biri böyük olsun, biri kiçik B olsun, yəni heterozigot vəziyyətdə olsun B-lərdə. Bu zaman, demək, krossingover dedik ki, bu ikisinin arasında olacaq. Yəni, hansı halda ki, böyük A-nın kiçik C bir qametə düşəcək və yaxud da ki, kiçik A-nın böyük C bir qametə düşəcək, biz o zaman krossingoverdən danışacağıq. Baxaq indi cavabların içərisində. Demək, kiçik A-da kiçik C idi, kiçik A kiçik C, böyük A böyük C, böyük A böyük C. Amma A bəndində böyük A-nın kiçik C idi. Deməli, burada krossingover baş verib və demək, böyük A və böyük C genləri bir qametə düşüblər. Davam edək 33-cü sualdan. 33-cü sualda deyir ki, DNT molekulunda 3 qat hidrogen rabitələrin sayı 120-dir. 120 dənə 3 qat hidrogen rabitəsi varsa, deməli 120 dənə sitozin var, 120 dənə də guanin var. Əgər molekulda ümumi hidrogen rabitələrinin sayı 720 ədəd olarsa, molekuldakı fosfat turşusu qalıqları ilə karboksil qrupları arasındakı rabitələrin cəmi neçə olur? Molekulda belə bir düstur bilirdik. H bərabərdir N plus S və yaxud ki N plus 2. Burada hidrogen rabitələri yerinə yazılır 720. Nükleotidlərin sayını bilmirəm, amma sitozinin sayını bilirəm ki, 120-yə bərabərdir. Guanin də olar, sitozin də olar, fərq etməz. Buradan N-in qiymətini tapsam, alıram 600. Bu deməkdir ki, 600 dənə burada nükleotid var. 600 dənə nükleotid var.
Hər bir nükleotidin də tərkibində, hər birinin tərkibində bir dənə azot əsası, bir dənə karbohidrat, bir dənə də fosfat turşusu qalığı var. Bizə sual verir ki, molekuldakı fosfat turşusu qalıqları ilə karboksil qrupları arasındakı rabitələrin cəmi neçə olur? Aha. Biz bilirik ki, hər bir demək azot əsasında öz demək nükleotidi daxilində birinin demək burada özdə karboksilu yazıb, yəni hidroksil deyək də buna hidroksil olar. Karboksil qrupu bu amin turşularında olurdu. Burada yəni azot əsasları olur. Deməli azot əsasları sonra yəni fosfat turşusu qalığı ilə karbohidrat arasında olur. Yəni karbohidratda da ki hidroksil qrupu deyirik biz buna. Fosfat turşusunda da yenə də yəni o hər ikisinin arasında rabitə yaranır. Karboksil deyil bu. Yəni burada baxaq. Bir nükleotidin daxilində həmin nükleotidin özünün fosfat turşusu qalığı ilə özünün karbohidratı birləşir. Yəni karbohidrat nükleotidin daxilində bir tərəfdən deməli birləşir. Yazım onu ən yaxşısı 5 karbonlu bir dənə karbohidrat çəkin bura. Bir tərəfdən birləşir fosfat turşusu ilə, digər tərəfdən də birləşir azot əsası ilə. Tutaq ki, azot əsası adenindir. İki tərəfdən birləşmə əmələ gətirir. Yəni bir nükleotid daxilində həmin nükleotidin fosfat turşusu qalığı ilə həmin nükleotidin karbohidratı arasında rabitə yaranır. İndi baxaq, DNT-də 600 dənə nükleotid var idisə, hər nükleotidin daxilində bir dənə bu rabitədən var idisə, bu eləyir 600 dənə elə nükleotid daxilində olan rabitələr. Bununla belə, həmçində nükleotidlərin arasında da belə bir rabitə var idi. Həmin rabitə bir nükleotidin karbohidratı ilə qonşu nükleotidin, yəni özündən sonraki nükleotidin fosfat turşusu qalığı arasında yaranan yeni bir rabitə idi. İndi baxaq, DNT 600 dənə nükleotidə malikdir və 2 zəncirlidir. Hər zəncirə 300 dənə demək nükleotid düşür. Hər zəncirdə 300 dənə nükleotid var. Baxaq, hər bir zəncirdə nükleotid sayı ilə bir əskik sayda bu rabitədən olacaq. Yəni fosfat turşusu ilə karbohidratı arasında yaranan rabitədən olacaq. 300 dənə nükleotid varsa 299 dənə rabitə var deməkdir bu. Və həmçinin burada da 299 dənə rabitə var deməkdir. 299. 299, 299. Bunların da cəmi edir, demək 598. Demək, toplamda nə qədər rabitə oldu? 598 dənə 2 nükleotidin arasında olanlar oldu. 600 dənə də nükleotidin öz daxilində olanlar, bax bunlar oldu. Bu da edir bu rəqəm 1198. 1198 də E bəndində verilmişdir. 34-cü sual. Hansı rəqəmlə verilən taksonlar idadaptasiya neçəsinə əmələ gələrlər? Baxaq burada. Heyvanlar, demək, heyvanlar, xordallar, məməlilər, yırtıcılar, ayılar, ayı və qonur ayı dedi bizə. Qonur ayı növdü götürəcəyik, ayı cinsli götürəcəyik, ayılar fəslədir. Bunları götürəcəyik. Niyə görə? Çünki idadaptasiya neçəsində kiçik sistematik kateqoriyalar yaranır. Yəni 1, 2, 3 burada uyğun cavab olacaq. 35-də deyir ki, atın inkişaf etmiş barmağı və qirpə sümükləri neçənci barmaqlardır? 3-cü barmaq yaxşı inkişaf etmiş barmaqdır. 2-ci və 4-cü barmaq isə bunlar isə qirpə sümüklərdir. Təkamül üçün istiqamətləndirilməmiş irsi material verir. Təkamül üçün irsi material verir. Modifikasiya dəyişkənliyi ümumiyyətlə irsi material vermir, çıxırıq ona. Təkamül üçün istiqamətləndirilməmiş irsi material verir deyirsə, biz burada təcridləri götürəcəyik, populyasiya dalğaları və mutasiyaları götürəcəyik. Seçmələri götürməyik. Çünki seçmə təkamül üçün material vermir. Sadəcə mövcud material içərisindən hər hansı bir istiqamətdə seçmə aparır. Ona görə də bu material vermədiyinə görə biz 1 və 2-ni götürmürük. 3, 4, 5, yəni burada C bəndə uyğun cavab olacaq. Bizə növbəti 37-ci suala. Arxeopteris haqqında verilən fikirlərdən hansı doğrudur? Quşlarla sürünənlər arasında keçid formadır. Xeyr, keçid forma deyil bu. Götürmürük bunu. Üzr istəyirəm. Dəqiqə. Götürmürük. Pəncə sümükləri bitişikdir. Əvvəlki kitablarda onun sinif dərsliğinin birində yazılmışdı ki, pəncə sümükləri bitişikdir. Amma sonraki kitablarda bitişməmişdir yazılmışdır. Ona görə bu doğru deyil. Döş tilləri olmuşdur, xeyr yox idi. Tük örtüyü olmuşdur, xeyr yox idi. Pəncə tilləsi olmuşdur, bəli olmuşdur. 37-də yəni E bəndi uyğun cavab oldu. Sonra baxaq 38-ə. Aşağıdakı nəsil ağacında demək verilmişdi bizə daltonik olan şəxslər tünd rənglərlə. Hansı rəqəmlə verilən fərdlər bu geni daşımaya bilər? Baxaq. Birinci halda birinci qadının və birinci kişinin nikahından burada bir xəstə oğlan uşağı doğulmuşdur. Xəstə oğlan uşağı deməli daltonikdir. Əvvəlcə onu xatırlayaq ki, daltonizm xəstəliyi X xromosomu ilə resessiv şəkildə keçir. Yəni hansı şəxslərdə ki, daltonizm yoxdur, onu böyük D-nə işarə eləyir, hansı daha doğrusu xromosomlardakı. Hansı xromosomda varsa onu kiçik D-nə işarə eləyir. Və
Kişilər bu hala görə ya sağlam ola bilərlər, ya bir dəfəlik xəstə ola bilərlər. Amma qadınlarda 3 hal mövcuddur. Yəni ümumiyyətlə homozigot deyil, böyükdür, kiçikdir. Yəni fenotip isə sağlam amma geni daşıyır. Bir də ki, daltonizm xəstəsi. Kiçikdir hər ikisi olan. İndi baxaq. Burada deyir ki, bizə birinci və ikincinin nikahından bir dənə xəstə oğlan uşağı olub. Xəstə oğlan uşağının genotipi bu şəkildədir. Və xəstə oğlan kiçik X DNA-ni anadan alıb. Deməli, bunun anası fenotipsə sağlam görməsinə baxmayaraq, bunun genotipində böyük D və kiçik D var. Hər ikisi var. Çünki kiçik D-ni oğluna verib. Hansı rəqəmlə verilən fərdlər bu geni daşımaya bilər? Bu hökman daşıyır. Deməli, bir hökman daşıyır. Sonra keçək digər, ikinci, üçüncü və dördüncü rəqəm. İkinci, üçüncü və dördüncüdə, deməli, burada ikinciyə baxaq. İkincinin 3 ilə 4-ü də yoxlayaq, sonra keçək ikinciyə. Burada deyir ki, 3 və 4. Dedi ki, ana olacaq heterozigot, ata isə sağlamdır. Əgər bu 3 və 4-cü fərdlərə, hər birinə, anadan da, atadan da hər ikisindən böyük X gələrsə, o zaman bunlar olacaqlar, yəni böyükdür hər ikisində olacaq. Yəni həm genotiplərində daltonizm geni olmayacaq, həm də fenotiplərində. Amma birinə kiçik deyəcəksə, birinə böyük deyəcəksə, o zaman heterozigotluq olacaq və kiçik D geni, yəni daltonizm genini daşımış olacaq. Deyək ki, daşımaya bilər. Deməli, bunların üçünü də dördünü də daşımaya bilməz. Hökman daşımalıdır bunlardan hansısa biri. Hansısa birini deyirəm. Eyni zamanda daşımaya da bilər. Daha doğrusu hökman daşımalıdır deməyim də. Həm daşıya bilər, həm daşımaya bilər, belə deyim. Yəni, böyük D geni olduğu halda daşımayacaq, kiçik D və böyük D olduğu halda daşıyacaq. Daşıya da bilər, daşımaya da bilər. Belə, mütləq deyil. Sonra, ikinciyə baxaq. İkinci, demək, övlad necədir? İkinci övlad bu. Yenə də, daha doğrusu övlad deyil, bu, belə deyim ki, gəlin də, belə deyim, ailənin gəlini. Oğlanla, bu ailənin oğlu ilə evlənmiş bir qadın. İkinci ilə işarətlənib bu. Və bunun da övladları dünyaya gəlib. Atada kiçik D var. Xəstədir. Ana isə bilmirik. Belə də ola bilər. Belə də ola bilər. Aha. İndi 5-i işarətləyib. 5 də qızdır. Qız hökman atadan X geni alır. Daha doğrusu X xromosomunu alır. X xromosomunda da atanın kiçik D var. Yəni daltonizm xəstəliyi var. Ona görə də 5-ci hökmən kiçik D-ni daşımış olacaq. Kiçik D-ni daşımış olacaq. Yəni bunu mütləq deyil. 1-dən 5 mütləqdir. Bu daşımış olacaq. Qaldı 6-cı. 6-cıya baxaq. Hələ ki, daşıya da bilər, daşımaya da bilər. 2-dən 4-ü demişik. 1 demək, daşıya da bilərdi. Daha doğrusu 1 daşıyırdı, 5 də daşıyırdı. İkinci yenə də daşıya da bilərdi, daşımaya da bilərdi. İkinci daşıya da bilərdi, daşımaya da bilərdi. Yəni bu mütləq deyildi bu da. Sonra gəl indi 6-ya baxaq. 6-da. Aha, 6-da. Bura baxaq. İndi buna diqqət edirəm özümdə. Oğlan xəstədir. Oğlan xəstədirsə, oğlan kiçik X, yəni kiçik D genini anasından alıb. Deməli, bunun anası, biraz əvvəl 3-dən 4 üçün belə yazdıq. Dedik, belə də ola bilər, böyükdür. Və yaxud da ki, böyükdür, kiçik D də ola bilər. Deməli, bunun anası, hansı ki, bu 4 nömrəyə işarə olunmuş, belə desin ki, qadın, bu kiçik D genini daşıyırmış. Artıq o siyahıdan biz 4-ü çıxırıq. Yəni 4 olmayacaq. Bu mütləq daşıyır ki, bunun oğlunda meydana çıxıb. Qaldı ki, 6-cı. 6-cını yazıb yoxlaya bilərəm. 6-cını yazım, yoxlayayım. Şimdi düzəldiyim. 6-cını yazıb yoxlayıram. Demək dedi ki, daşıyırsa qadın, X dedi və bu bir sağlam kişi ilə deməli, ailə qurur. XD, daha doğrusu kiçikdir.
bir sağlam bir kişi ilə ailə qurur və bunların nikahından qız dünyaya gəlir. Qız yenə də belə də ola bilər, əgər anadan böyük deyin alsa. Yox, anadan kiçik deyin alsa, atadan böyük deyin alsa, bu şəkildə də ola bilər. Yəni daşıya da bilər, daşımaya da bilər bu da. O zaman burada hansıları oldu? Bir, demək, 2 oldu. Bir, demək, 3 oldu. Bir də 6 oldu da. 2, 3, 6. Həm daşıya bilən oldu, həm də daşıya bilməyən ola bilər. Yəni, biz bunlar haqqında mütləq daşıyır və ya da ki, daşımır sözünü deyə bilmirik. 2, 3, 6. Yəni, fenotipcə sağlamdırlar, amma genlərində kiçik D ola da bilər, olmaya da bilər. 2, 3, 6 bu da E bəndində verilmişdir. Bir qədər uzun izah oldu, amma ümid edirəm ki, aydın olar bu izah sizin üçün. Sonra 39-cu sual. İnsanın ürək siklinin şəkildə verilmiş fazası haqqında doğru mülahizəni seçin. Ürək siklinin hansı fazası verilir? Mədəciklərdən qan, demək, damarlara vurulur. Yəni, mədəciklərin sistolası. Qan arteriya damarlarına qovulur. Bu doğrudur. Birinci doğrudur. İşte deyir ki, aypara qapaqları açıqdır. Bəli, aypara qapaqları açıq olmalı ki, qan damara keçsin. Mədəciklərin diastolasıdır. Xeyr, diastola deyil, sistoladır. Qan mədəciklərdən qulaqcıqlara keçir. Xeyr, qan mədəcikdən qulaqcığa keçmir. Taylı qapaqlar bağlıdır. Bəli. Yox, düzdür də bunu götürəcəyik. Taylı qapaqlar bağlıdır. Qulaqcıqların sistolası da xeyr, bu sistolası deyil qulaqcıqların. O zaman 1 doğru oldu, 2 doğru oldu, bir də 5 doğru oldu da. 1, 2, 5. Bu da E bəndində verilmişdir. Yəni 39-da da cavab elə E bəndi olacaq. Keçək 40-a da baxaq. 40-da demək nə deyir bizə? İnsanın öd hissəsində öd ilk olaraq həzm kanalının hansı hissəsində olur? Öd hissəsində ilk olaraq həzm kanalının hansı hissəsində olur? Öd axarları, öd hissəsinin axarları harasıdır? 12 barmaq bağırsağı. O zaman öd ilk olaraq A-da olacaq, yəni 12 barmaq bağırsaqda olacaq. A bəndi də demək doğru oldu burada. Aha, burada bu 26-cı sınaq yekunlaşır. Ümid edirəm ki, izahlar aydın olar. Bir qədər uzun sürdü, yəni yazılmağa, izah olunmağa ehtiyacı olan testlər var idi o səbəbdən. Amma inşallah video baxarkən bəyənərsiniz, bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun, hər birinizə təşəkkür edirəm.